Siz hər şeyi bəxtə, taleyə bağlamayın. İnsan gedəcək, üzrsən, hər şey eləyəcək, bütün yanlışları eləyəcək, sonra deyəcək, mənim bəxtim gətirmədi, mənim taleyim gətirmədi. Hər şeyi bəxtə, taleyə bağlamaq olmaz. Mən bəxtə, taleyə bağlamıram. Mən kiməsə yox, ümumi danışıram. Kimsə gedər, bütün səhvləri eləyəcək. Yanlış, qeyri-yanlış, bilə-bilə, qeyri-bilə-bilə, fərqi yox. Əgər bir insan bir səhvi eləyəcəksə, deməli, o səhvdən dərs götürməlidir. Yenidən, ikinci dəfə, mən bütün xanımlar ki, nə qədər bizdən məsləhətləşilir, hamısına deyirəm, subay qalmayın, evli, ailə qurun yenidən. Amma yanlış eləməyin. Yanlışlıqla, bəli, hər bir gözəl sevgi, o birisi verilişlərdə dedim, 5 cüz sevgi var. Birinci sevgi ilahi sevgi. Bütün sevgiləri Allah insanın fitrətində yaradıb. O sevgilər hamısı ayrı-ayrı sevgilərdir ki, fitrətdə yaradıb. Birinci ilahi sevgidir. İkinci anadır, ata sevgisidir. Heç bir xanımı ana ata kimi sevə bilməzsən. İstisna başqadır da, o həyatın tərzi yaşa bilməyənlər var. İkinci ana ata sevgisi var, həyat yoldaşı sevgisi var. Ondan sonra övlad sevgisi var, vətən, torpaq, millət, xalq sevgisi var. Bunlar hamısı ayrı-ayrıdır. Amma niyə görə sevgi bizə xəyanət edir? Yəni yanlış edirik. Çünki biz sevdiyimizi ilahiləşdiririk. Heç bir sevgi ilahidən yuxarı ola bilməz. Oldu, xəyanət edəcək. Həzrəti Peyğəmbər Əsəlamdan bir hədis var. Övladlar arasında fərq qoymayın. Əgər fərq qoysanız, o ana ata fəlakətə uğrayar. O ana ata həyatda heç bir düzü qalmaz.